İmam Baqir əleyhissalam buyurur, Allahın cəzaları var. Allahın müxtəlif cəzaları var. Müxtəlif cür cəzaları var. Bəzi cəzaları həqiqətən insan üçün ağırdır. Bəzən imam buyurur, qəlbləri cəzalandırır Allah. Gör, necə ağır cəzadır. Allah adamın qəlbinə cəzalandırar. Deyək ki, icazə vermirəm İmam Zamanın məhəbbətin olsun. Bundan böyük bəla, bundan böyük cəza. Allah insanın qəlbinə icazə verməyə Allah dostlarını sevəsən, Allah dostlarının xidmətində durasan, Allah üçün yaşayasan, Allahın dinində fədakar olasan, xidmətkar olasan, ömrün Allahın dininə xidmətdə keçə, ömrün insanlara xidmətdə keçə, fədakarlıqda keçə. İmam buyurur, bəzən qəlbləri cəzalandırar, bəzi qəlblərə icazə verməz o işləri görsün.